Xaçmaz rayonunda fəaliyyət göstərən Xaçmaz Hazırlıq Mərkəzi şagirdlər üçün güzəştli qəbul imtahanı elan edib. İmtahanlar 2 mərhələdə keçiriləcək. 19 aprel tarixində 9 və 10-cu sinif şagirdləri, 26 aprel tarixində isə 1-dən 8-ci sinifədək olan şagirdlər öz biliklərini sınaya biləcəklər. Qeyd edək ki, bu imtahan güzəştli şərtlərlə təşkil olunur və şagirdlər üçün əlverişli imkan yaradır. İmtahan iştirakçıları üçün maraqlı hədiyyələr də nəzərdə tutulub. Belə ki, birinci yerin qalibi telefon qazanacaq, digər yerlər üzrə isə smart saat, qulaqlıq, məktəb ləvazimatları və müxtəlif mükafatlar təqdim olunacaq. Bundan əlavə imtahanda nəticə göstərən hər bir iştirakçı sertifikatla təltif ediləcək. Mərkəzin uğurları da diqqət çəkir. İndiyədək 1 nəfər Respublika birincisi, 2 nəfər Prezident təqaüdçüsü, 2 nəfər isə region birincisi olub. Onlarla şagird yüksək nəticələr əldə edib. Şagirdlərin rahatlığı üçün müxtəlif istiqamətlər üzrə xüsusi marşrut xətləri də təşkil olunub. Ətraflı məlumat almaq istəyənlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, imtahana qeydiyyat hazırda davam edir. Fürsəti qaçırmayın. Siz də qoşulun, biliklərinizi yoxlayın və hədiyyə qazananlar sırasında yer alın.